Hoş gördük hər kəsi. Deməli, bu videomuzda yepyeni bir dadlı izahla qarşınızdayıq. Elektron lövhədə həmişə deyirsin, müəllim, izahlar, yeni izahlar, elektron lövhədə belə. Özü elektron lövhədə görsənir, oliqarx izah görsənir. Deməli, mövzumuz nədir bizim bu insinə? Sintaktik əlaqələr. Bəli, ən xalqımızın qorxduğu mövzulardan biri. Sintaktik nələr? Əlaqələr. Əvvəla bilmək lazımdır ki, bu nə üçündür? Bu arada, bəri başdan bəyənin. Bəyənmən vurun orada, işıq pulu yazılır. Narahat olun, megabayt da aparmır. Sintaktik əlaqələr nədən ötürür? Birinci o məzmunə varmaq lazımdır ki, bu nə üçün var da, yəni niyədir? Aydındır? Məntiqi nədir? Biz nə deyirik? Biz deyirik ki, cümlə qurmaq üçün bizə sözlər lazımdır. Düzdür? Sözlər. Bizə söz qururuq. Məsələn, deyirik ki, fidan, düzdür, bax, fidan, dəftər, ev, qalıb. Məsələn, cümlələrimiz var, əla. Cümləmiz üçün sözlərimiz var, daha doğrusu. Cümlə alınır, alınmıyor. Məsələn, həmişə bunu belə deyirəm də, ev tikmək üçün gedirəm material almağa. Daş aldım, dəmir aldım, ev oldu mu? Xeyr, bu daşı daşa nənəsə bağlamalıyam, bu dəmiri nənəsə bağlamalıyam. İndi sintaktik əlaqə məni məcbur eləyir ki, mən burada müəyyən qrammatik şəklislər axtarım, əlavə eləyib, cümlə alınsın. Bax, o qrammatik şəkilləri artırılmasına məni məcbur edən nəymiş? Sintaktik əlaqələr. Yəni, sintaktik əlaqələr cümlə və ya söz birləşməsi daxilində sözlərin bir-birinə əlaqələnməsini təmin edir. Bu da birbaşa qrammatik normanın tələbidir. Sintaktik əlaqələr yenə də birbaşa qrammatik normanın tələbidir. Hətta biz birazdan öyrənəcəyik ki, hansı gizlin, qrammatik norma bəzi məqamlarda mənə deyə bilər ki, əlaqəni poz. Mən də pozmalıyam. Aydındır? Başlayaq. Deməli, sintaktik əlaqələri biz bölürük iki elə, tabilik və tabesizlik əlaqəsi. Aydındır? Bunu belə qoyaq. Deməli, tabesizlik əlaqəsi. Birinci bundan danışırıq. Tabesizlik əlaqəsi bərabər hüquqluq əsasında yaranan əlaqədir. Məsələn, heç birinizdən asılacağınız yox. Yəni, bir-birinizə olan hal-hazırdakı münasibətiniz tabesizlik münasibətidir. Amma sizi bura bağlayan bir anlayış var. Mən çıxıb getsəm və yaxud bu dərs qutarsa, sizin bir-birinə bağlılığınız olmadığı üçün hərəniz işinizin dalınıza gedəsiniz. Aydındır? Deməli, tabesizlik əlaqəsini iştirak edən kompaniyada bir araya gətirən bir məzmun var, bir məna var. Tabesizlik əlaqəsi də Azərbaycan dilində olur iki yerdə, amma biz digər şeylərə deyəcəyik ki, səhvimiz olmasın. Birincinin adını belə qoyuruq ki, bax, diqqət edin bura. Həmcinslər arasında. Bax, bu həmcinslər yazıram. Diqqət edin, bu nə deməkdir? Bu həmcins üzv ola da bilər, olmaya da bilər. Həmcins. Məsələn, deyək ki, birinci nümunəyə baxın. Yazıram ki, Xırda, yəni Xırda xanım, qısa seçin, özünüzə. Xırda xanım kitabı və dəftəri, burada vergüldə ola bilərdi. Dəftəri beyni çöndüyü üçün yandırdı. Yandırdı. Ne etdi? Yandırdı. Kim? Xırda xanım. Nəyi yandırıb? Kitabı yandırıb. Nəyi yandırıb? Dəftəri yandırıb. Kitabı və dəftəri sözü həmcinsdir. Eyni üzvlə bax. Eyni üzvə bağlanıb. Necə ki, siz mənə bağlanmışdınız. Mənə bağlanmış. Aralarında hansı əlaqə var? Tabesizlik əlaqəsi var. Bərabər hüquqluq. Bərabər hüquqluq. Bu bərabər hüquqluqda ya bağlayıcıdan göstərilir arasında, ya da vergül ola bilər, intonasiya göstəricisi. Bu nədir? Buna deyirik ki, həmcins nə? Baxın bura, diqqət edin. Buna deyirik ki, həmcins üzv. Üzv, çünki üzvdür. Bir də var, həmcins üzv deyil. Məsələn, yazıram ki, o kitabı və dəftəri yandıranda, axşam idi. Axşam idi, nə zaman? O kitabı və dəftəri yandıranda. Baxaq, həmcinslik varmı? Var, amma həmcins üzv deyil. Çünki üzv deyil, görürsünüz? Tərkibin içində. Arasında hansı əlaqə var? Tabesizlik əlaqəsi var. Bəli. Deməli, testdə sənin sualın şərtinə desə ki, hansı cümlədə üzvlər arasında tabesizlik əlaqəsi var, deməli, bu cümləni mən götürə bilmərəm. Həmcins üzvlər arasında əlaqə var, götürə bilmərəm. Tabesizlik əlaqəsi var, eyvallah. Bunu da götürərsən, bunu da götürərsən. Amma üzv deyəndə iş bitir artıq. Baxın, bu xitab həmcins xitab da ola bilər. Məsələn, xanımlar və cənablar.
xanımlar və cənablar. Həmsiz xitabdırmı? Həmsiz xitabdır. Arasında sintetik əlaqə varmı? Var. Həmsiz üzvdürmü? Xeyr. Deməli, Gülnur, nəyə nəzarət edəcək, nəyə diqqət edəcək? Bu həmsiz məsələsinin sualın şərtinə. Məndən sadəcə tabisi əlaqəsini soruşur, yoxsa cümlə özü arasında tabisi əlaqəsini soruşur. Buna diqqət edəcək. Amma ən çox da vurulan yerlər bunlardır. Bir də tabesizlik əlaqəsində bəziləri elə bilir ki, elə onun yanında olmalıdır. Yanında olmaya bilər. Məsələn, deyirsən ki, Aysun evə getdi, düzdür. Sonra bir neçə saatdan sonra işə qayıtdı. Hə, baxın, getdi. Kim? Aysun, düzdürmü? Bəzən yanlışlıqla tabesi əlaqəsini onun yanında axtarırlar. Biri də o tərəfdə qayıtdı. Görürsünüz? Eyni mübtədaya bağlanan həmsiz xəbərdir. Deməli, burada iki xəbər arasında hansı əlaqə var? Tabesi əlaqəsi var. Yəni, tabesi əlaqəsinin belə deyək də, digər tayı illa ki yanında olmalı deyə bir şey yox. Studiyamıza zəng var deyək. Davam edək. İkinci, bir həmsizlikdəydi. İkinci hardaydı? Tabesiz. Bəli. Tabesiz mürəkkəb cümlədə. Tabesiz mürəkkəb cümlədə. Məsələn, deyirsən ki, Diana açarı itirdi. Hamı çöldə qaldı. Nə etdi? Qaldı kim? Hamı itirdi. Kim? Diana. Bu tabesi mürəkkəb cümlədir. Burada isə iki cümlə arasında nə var? Tabesi əlaqəsi var. Bəli. Tabesi əlaqəsində biz iki başda oxunan göstəririk. Yəni bunun aslı əsas komponenti deyə bir şey olur. Bu tabesi əlaqəsi. Deməli. Sonra növbəti. Tabellik əlaqəsində keçir. Hə. Tabellik əlaqəsində belə deyək də, bir tərəf digər tərəfdən asılı olur. Yəni düzdür, proqramda o uzlaşma saxlanılıb, idarə və yanaşma anlayışı çıxarılıb. Yəni belə deyək də, iş görüblər, amma vurub qaş düzəldən yerə vurub gözlə çıxardıblar. Yəni idarə və yanaşma kəlməsi yoxdur daha. Yəni idarə əlaqəsi, tabdidi hal şəkilsi filan əmrinə. Bu çıxarılıb. Amma biz yenə də bilməliyik ki, harada sintaktik əlaqə nə olur. Ona görə birincisi ən maraqlı əlaqə uzlaşma əlaqəsidir. Ondan danışırıq. Uzlaşma. Uzlaşma əlaqəsi L hərfinə yadda saxlayın ki, bunun əsas tərəfi solda olur. Əsasın, əgər inversiya yoxdursa cümlədə. Buyurun. Amma ehtiyatla çıxın, kadra düşəsiniz. Balkon, hə. Deməli, uzlaşma əlaqəsi. Uzlaşma əlaqəsi nədir? Uzlaşma əlaqəsi deyir ki, ey mənə bağlı olan söz, mənə görə dəyiş. Aydındır. Biz necə gedərik, paltarı əynimizə bişdirərik. Düzdürmü? Məsələn, mənə böyüksə əynimə bişdirərik. İndi mən məcbur edim, paltar mənə görə dəyişdi də, düzdürmü? Deməli, oldu asıl tərəf. Uzlaşma əlaqəsində, məsələn, burada yazıram ki, sən müəllim, düzdürmü? Sən müəllim. İndi cümlə alınması üçün bu söz dəyişəcək. Ay, sağ ol, gördünüz? Yəni, bu məcbur edir ki, ay qardaş, mənə görə dəyiş. Oldu əsas tərəf. Və yaxud, bura əgər mən yazsam, indi müəllim sözü də buna görə dəyişəcək. Müəllimə. Düzdürmü? Deməli, yenə də bu şəxs onu buna görə. Müəyyən edirik ki, bu aslı tərəf. Uzlaşma əlaqəsində bayaq dedik, əsas tərəf harada olur? Solda olur. Uzlaşma əlaqəsində harada rast gəlirik? Buna tapaq, sura keçək əsas məsələlər. Uzlaşma əlaqəsində rast gəldik. Deməli, birincisi, bəli, ikinci növ təyini söz birləşmələrində. O, yəni asıl tərəf qeyri-müəyyənlik halı birləşmələrində. Məsələn, deyirsən ki, fizika dərsi. Fizika dərsi. Yəni, bu tip birləşməni görürüz, göz yumulu orada bir uzlaşma əlaqəsi götürürsünüz. Hətta burada bir idarə əlaqəsi də var. Əvvəl adı çəkilmir, amma bilin ki, bunu harada görsəniz, bilin ki, orada iki sintaktik əlaqə var. Bu da idarə əlaqəsi. Hər ehtimala yazıram ki, biləsinlər. Aydındır, uzlaşma bu sola baxan. Deməli, bu tip birləşməni harada görsəm, bir söz həm aslı, həm də əsas tərəf. Üzr istəyirəm. Aydın oldu. İkinci növ, hədi söz birləşməsini ağlamıram, boğazım olur.
Görün də, nə zülümlə burada dərslər keçirik. Deməli, fizika dərsini ikinci növü harada görsən, onun tərəflərinin hər biri həm aslı, həm əsas tərəf. Eyni qayda, üzr istəyirəm. Üçüncü növ təyini söz birləşməsinə dair. Məsələn, deyirsən ki, bizim evimiz. Bizim evimiz. Üçüncü növdür, yenə burada uzlaşma. Bax, bu mənsubiyyətə görədir buradakı uzlaşma. Yenə də əksinə olaraq bir dənə nə var burada? İdarə əlaqəsi var. Deməli, ikinci, üçüncü növü harada görsən, orada bir tərəf bəli. Həm azlı, həm əsas tərəfdir. Və bir də üçüncü tərəf isə mübtəda və xəbər arasındadır. Mübtəda və xəbər arasında. Məsələn, deyirsən ki, Akif danışır. Akif danışır. Bax, burada sizə bir xüsusi məqam deyim, yadınızda qalsın. Akif danışır. Yazın, balacalaşdırın. Baxın bura. Tamam. Akif danışır. Bir də yazıram ki, burada məsələn, mən danışıram. Fikir verin, mən danışıram. Bir də yazıram bura ki, sən oxu. Baxın, cümlədə mübtəda xəbər varsa, orada uzlaşma əlaqəsi mütləqdir. Düzdür? Bax, uzlaşma. Uzlaşma, uzlaşma. Səbirli olun deyəcəm. Yox. Səbirli olun. Burada mən sizə başqa bir şey demək istəyirəm. Uzlaşma əlaqəsinin göstəricisi. Bax, buradan yazıram ki, hansılar idi? Ya cəm şəkilçisidir, kəmiyyətə görə uzlaşma, ya mənsubiyyət şəkilçiləridir, ya da nədir? Şəxs sonluqlarıdır. Amma nə öyrənirəm? Bəzən şəxs sonluğu olmadan da fikir verin. Baba, şəxs sonluğu yoxdur. Görsünüz? Görsünüz, şəxs sonluğu yox. Amma burada var. Burada yoxdur. Deməli, testə düşsə ki, uzlaşma əlaqəsinin mütləq göstəricisi orada olmalıdır. Bu necə fikir olar? Səhv fikir olar. Çünki bəzən şəxs sonluğuna cümlədə ehtiyac olmur. Deməli, uzlaşma əlaqəsinin göstəricisi olmadan da uzlaşma əlaqəsi ola bilirmiş. Xeyr, elə deyil. Sintaktik əlaqələrdə qayda budur. O, orada olmalıdır. Və tərəfin, sintaktik əlaqədə iştirak edən tərəf orada olmalıdır. Məsələn, evə gelirəm cümləsində sən deyə bilmərsən ki, ay müəllim, mən bunun mübtədasını bərpa edə bilirəm. Çünki gözüm aydın. Yoxdur ki cümlədə. Deməli, uzlaşma əlaqəsi də yox. Sintaktik əlaqənin hər iki tərəfi faktiki olaraq orada iştirak etməlidir. Ki, sən o sintaktik əlaqəni danışasın. Bax, buna diqqət edin, ha. Bu sizə düşə bilər. Yəni, sintaktik əlaqənin illahi qrammatik göstəricisi orada olmalı deyə bir şey yox. Ha, sintaktik uzlaşma əlaqəsi dedik. İkinci növdə olur, üçüncü növdə olur, mübtəda xəbərdə olur. Bir də özünü üçüncü növ kimi aparan fe'l sifət tərkibi var. Məsələn, bizim dediyimiz. Baxın, bizim dediyimiz. Bizim dediyimiz. Görürsünüz? Fe'l sifət tərkibidir. Fe'li birləşmədə amma orada hansı əlaqə ola bilər? Uzlaşma və idarə əlaqəsi ola bilər. Deməli, fe'li birləşmədə də nə ola bilər? Uzlaşma əlaqəsi ola bilər. Yadınızda qalsın. Hə, bu bir. Yəni, bildik. İndi, məsələn, fərz edək ki, mənim cümləm mübtəda və xəbərdən ibarətdir. Düzdürmü? Mübtəda ikinci növ təyini söz birləşməsidir. Xəbər isə üçüncü növ təyini söz birləşməsidir. Toplam neçə uzlaşma əlaqəsi var? 3. 3 uzlaşma əlaqəsi var da. Bir uzlaşma burada, bir uzlaşma burada. Düzdürmü? Bir uzlaşma da bundan. Neçə uzlaşma oldu? 3 uzlaşma. Bəs toplam neçə əlaqə var? 2, 4, 5. Yəni 3 var, toplam 1 olur. Çətin deyil belə yaşamaq. Toplam 5. Bəli, 5 əlaqə. Çünki onun ikisi də nə idi? İdarə idi. Bizim bağlarımız. Yanaşma gedir o. O yanaşma, təyin edici söz olursa yanaşma. Hə, indi baxın bura. Bunu bildik. Keçdik. Məsələn, cümlədə deyək ki, sintaktik əlaqə tapanda bəzən biz qarışdırırıq. Bunun qarşısına olsa mən sizə bir tüyo verim, həmişə elə eləyim. Məsələn, deyirəm ki, belə yazın da, onun rəngli kitabı, nə yazım? Yox, həyətdə qalmışdı. Nəsə, belə bir şey. Yox, həyətdə qalmışdı. Bax, sintaktik əlaqələrlə iş aparanda birinci yadda saxlayın. Nə olursa olsun cümləni sintaktik təhlil eləmək lazımdır. Ay, yox, o cəlləbatlı var, onun üçün. Mən elə onu bir dəfə kimi gördüm, getdi ömrümün axırına ki. Belə bir şey yoxdur. Yəni, təhlil eləmək lazım. Aydındır. Qalmışdı nə? Onun rəngli kitabı harada? Həyətdə. Həmişə yadda saxlayın. Birinci,
cümlə özü arasında əlaqəni tapanda cümlə özünün işarəsindən işarəsinə göstərin. Gördünüz, uzlaşma və idarə. Düz tapdın, tapdın. Birləşməni isə üstdən eləyin ki, qarışmasın. Onun kitabı 3-cü növ olduğu üçün bir uzlaşma belə, bir idarə belə. Burada da yanaşma əlaqəsi və bu formada. Aydındır, o zaman qarışmaz. Bəzən götürüb çaşırlar, buradan ellər, bunu buradan ellər, aləm deyil bir-birinə. Bu yadınıza qalsın. Birləşmə, cümlə özünün əlaqəsini işarəsindən işarəsinə çəkin. Birləşməni isə üstdən eləyir ki, aləm qarışmaz. Görsən, belə daha səliqədir, saya da bilirsiniz. O elə həftə becər, o bəzi mankörlərin çəkdiyi elektrik xətləri olur, hamısı bir deyil. Hə, bizim də deyirik ki, cümləmiz varsa, orada sintaktik əlaqə olar. Məsələn, cümləmiz fərz edək ki, mübtəda və xəbərdən ibarətdirsə, xəbər mütləq nədən asılıdır? Mübtədadan asılıdır. Düzdür? Və burada zərflik də ola bilər, burada tamamlıq da ola bilər. İki dünya dağlar, zərflik mütləq xəbərə bağlanmalıdır, tamamlıq mütləq xəbərə bağlanmalıdır, təyin isə yazıq bir şey. Təyin nəyin qabağındadırsa, ona bağlanır. Hətta təyin təyinin qabağında ola bilər, ona bağlana bilər. Qeyri-əmdiz təyinlərdə. Məsələn, qırmızı saçlı qız. Bəli, fərqi yoxdur. Təyin burada da ola bilərdi, buna bağlanardı. Burada da ola bilərdi, buna bağlanardı. Burada da ola bilərdi, buna bağlanardı. Bəli, təyin nəyə aidsə. Və buradan nə öyrənirəm? Buradan öyrənirəm ki, nə olursa olsun, mübtəda ancaq əsas tərəfdir. Görürsünüz, bu sxemdən öyrənirəm. Bu sxemdən öyrənirəm ki, xəbər ancaq mübtədadan asılıdır. Görürsünüz, ancaq mübtədadan asılıdır. Bu sxemdən öyrənirəm ki, mübtəda, tamamlıq və zərflik əlaqələnmir. Bəli, bu üçü heç vaxt bir-birinə nə olmur? Əlaqələnmir. İlla kimsə nə varsa bu əlaqəni tapsa, bizə desin, bir də dilçilik yursuna deyək ki, bəs bizim vunderkindlər o əlaqəni tapıblar. Amma olmur. Aydındır, olmur. Yəni, sənin mübtəda, tamamlıq və zərflik kimi şübhələndiyin sözün mütləq xəbərə bağlılığı olmalıdır. Mütləq. Ay müəllim, nə zaman sualını verdim, daha xəbərə bağlamadım və dedim, bu yəqin zərflikdir. Belə bir şey yox. O tərkibin içindən ola bilər. Yadınıza qala. Aha. Bu belə. Sonra bunu dedik. İndi gəldik əsas məsələlərə. Deməli, uzlaşma problemləri, uzlaşmanın yaratdığı problemlər. Baxın, deməli, xüsusi məsələlər yazın. Burada brilyant qaşlı saat nə belə? Xüsusi məsələlər. Yəni, qaydat da bu. Hə, bir də mən bilmirəm ki bunu. Fikir verin. Belə bir məsələ var. Uzlaşma əlaqəsində bir kəmiyyətə görə uzlaşma məsələsi var. Biz qrammatik normanı hələ keçmirik. Kəmiyyətə görə uzlaşma mənə deyir ki, bir tərəf cəmdədirsə, o bir tərəf də cəmdə olsun. Mənə bu maraqlıdır. Baxın, normanı bura qatmayın, ha. Sintaksdə də cəm forması iki formada ortaya çıxır. Məsələn, biz morfologiyada demişdik ki, cəm o vaxt olur ki, orada hansı şəkilçi olsun? Larlər. Sintaks mənə deyir ki, ya orada larlər olsun, ya da həmcinslik olsun ki, ona cəm deyir. Yəni, sintaks üçün uşaqlar sözü necə ki, cəmdədir, Əli və Vəli sözdə cəmdədir. Çünki həmcins mübtəda cəm hesab olunur. Yəni, uzlaşma mənə deyir ki, bunun hər ikisinin xəbəri nə olmalıdır? Bəli, oxuyurlar olmalıdır. İndi baxın, ha, bax. Bu məndən uzlaşmanın tələbidir. Sonra biz keçəcəyik ki, məsələn, qrammatik norma deyir ki, cansız olana təkdə olsun filan, onunla hələ işiniz olmaz. Yəni, uşaqlar cəmdə oxuyurlar, təkdə olsun, uzlaşma pozulur. Mənə hələ ki, bu lazım. Bir də sabah səni çaşdırmaq üçün belə bir şey verir. Götürürlər, yazırlar ki, məsələn, uşaqların bəzisi oxuyurlarmı, larsızmı? Larsız. Niyə? Çünki burada söz birləşməsidir. Bəli, demişdik ki, söz birləşməsidir. Hər şey nə həll edir? Əsas tərəf. Əsas tərəf təkdirsə, bu da nə olmalıdır? Tək olmalıdır. Uşaqların bəzisi, uşaqların biri, uşaqların çoxu. Təkdirsə, lar yoxdursa, xəbərdə larsız olmalıdır. Yəni, bu ortadakı cümlədə Əli və Vəli, orada iki dənə uzlaşma saya bilərik. Bəli, saya bilərsiniz. Amma Əli oxuyurlar demək olmaz. Nə olsun? Nə daxil var onun? Yox, o lar başqa şeyə görədir. Hə, bəs şəxslər müxtəlif olanda nətər olur? Bax, bu düsturu burası üçün çəkin. Bax, bu düstur sizə çox yerdə kömək eləyəcək. Şəxslər müxtəlif olanda. Deməli, bu nədir? Bizim 3 dənə şəxsimiz var. Birinci şəxs, düzdürmü? İkinci şəxs və bir də
üçüncü şəxsimiz var da. Yada saxlayın. 1 2-dən böyükdür, 2 də 3-dən böyükdür. Bu nə deməkdir? Bu niyə belədir? Baxaq, fərz eləyək ki, yazılıb ki, mən, sən və o, düzdür, insan, nəsə. İndi burada həmciz mübtəda var axı. 3 dənə həmciz mübtəda var. Sintaksda mənə deyir ki, mübtədan həmcizdirsə, cəmdədir. Deməli, mübtəda cəmdir. Bunun da xəbəri cəmdə olmalıdır. Bəs nəyin cəmində? Ən böyük hansıdır burada? Bunların üçün ən böyük hansıdır? Mən. Mənim cəmi nədir? Biz. Yəni, biz insanıq. Gördünüz? Niyə birinci şəxsin cəmi oldu? Çünki ən böyük şəxs budur. Əgər bu burada olmasa, sən və o olsa, indi ən böyük şəxs hansı olur o sxemaya görə? Sən... Yəni, siz nəsiz? Daha kimsiniz? İnsansınız. Kimsə dedi ki, yox, müəllimmiş. Nəsə? Aydındır. Hə, bu nə əlaqələnməli? Hə, yox, bu yoxdursa, təkcə odursa, o və o, yəni əl və bəli, bayaqki vəziyyət. Nə olur? İnsandır. İnsandır. Yadda qala. Hə, bu oldu bizim nəyimiz? Şəxsə görə uzlaşmanın məsələləri. Digər bir məsələ isə, xırda xamirsə dəqiqədə olur. 21. Digər bir məsələmiz isə sintaktik əlaqələrdə bu şey məsələsidir. Nədir? Şəxsə görə uzlaşmanın pozulma məsələsidir. Şəxsə görə uzlaşma bəzən mübtəda və xəbər arasında pozula bilir. O da o zaman olur ki, əgər həmən cümlənin xəbəri safalda olan əvəzlikdirsə. Bəli. Məsələn, buradan yazıram ki, fikir verir. Məsələn, yazıram bura fikir verir. Arif. Üçüncü şəxs də bu. Hə, kimdir? Düzdür. Üçüncü şəxsin şəxs sonluğu nədir? Dır. Görürsünüz, uzlaşmamız burada qaydasıdır. İndi bura əvəzləyirəsən. Məsələn, Arif, mənəm. Normalda dır şəxs sonluğunu qəbul eləməli olan xəbər nə edib? Ən şəxs sonluğunu qəbul edib. Deməli, burada uzlaşma əlaqəsi artıq nə olur? Pozulur. İndi, bax, saf halda əvəzlikdən danışıraq. İndi götürün bura, bir dənə başqa bir şəkilçi əlavə edeyim. Baxıraq, Arif, mənim, dir, qayda düzəldi. Deməli, testdə düşsə ki, xəbər şəxs əvəzliksə mütləq pozulur, səhv deyir. Çünki bu da yenə şəxs əvəzlikdir, düzdür? Xəbər saf halda şəxs əvəzliyidirsə, onda pozula bilər. Aydındır? Başqa bir dənə qramar çəkisi artırın, vəziyyət düzəldir. Bu da birinci və ikinci şəxsdə olur. Ancaq. Şəxs, hə. Xeyr, burada var. Bunu göstərə bilmərsən axı. Pozulub, bəli. Pozulub uzlaşma əlaqəsi. Bəli. Bəs kitabda da pozulub. Kitab, məsələn, üçüncü şəxs aid olur, amma xəbər... Kitab xəbərlə nə sintaktik əlaqədə olsun, gəlib pozulur. Xeyr. O əlavədə idi, yox. Əlavənin, mübtədanın əlavəsinə aiddir o, kitaba aid deyil. Hə. Var, uzlaşma var. Niyə? Hə. Sonra nə deyəcəkdim bu sintaktik əlaqə məsələsində? Deməli, ən çox sizə lazım olacaq sintaktik əlaqədə birləşmələrin birləşmələrin tərkibindəki sintaktik əlaqələri tapmaqda biraz onlarda ehtiyatlı olun. Birləşmənin içindən bir sözü götürüb digər bir cümlə özünə bağlamaq olmaz. Birləşmənin taleyini əsas tərəfi həll edir. Əsas tərəfə baxacaqsan ki, problem yaşamayasan. Aydındır. Uzlaşmada bunu dedik. Onda bir də maraqlı bir şey vardı, onu görüb yadıma düşsə. Mübtədan əlavədir. Mübtədan əlavəsi xəbərlə uzlaşması pozula bilər. Bax, ondan sonra vergül qoyuruq. Məsələn, bu da ancaq birinci və ikinci şəxsdə olur. Birinci və ikinci şəxsdə olan mübtədalar. Məsələn, deyirsən ki, mən, düzdür, mən, Aqil, müəlliməm. Yəni, gedirəm, belə yazım da. Mən, Aqil, gedirəm. Düzdür. Vergül qoymasam, cümlə ətərən olur. Tirə də qoya bilmirəm. Burada xəbərlə uzlaşır mübtəda, amma onun əlavəsi olan Aqil uzlaşmır. Çünki üçüncü şəxs də Aqil gedir olmalı. Onda nə olur? Özdən sonra da vergül olur. Söhbət gedir birinci və ikinci şəxsdə olan mübtədalardan. Uzlaşma.
xəbərlə uzlaşmadığı üçün. Aqil xəbərlə mübtədanın əlavəsi olan birinci, ikinci şəxsin əlavəsi xəbərlə uzlaşmayanda hər iki tərəfinə vergül qoyulur. Hə, qayda budur. Hə, bunu dedik. Uzlaşma, onu dedik. Göstərici məsələlərini dedik. Və salam da. Məncə bir şey qalmadı. Hə, qalmayıb. İdara yanaşmada da yəqin problem yaşanmırsınız da. Yəni idarədə deyil. Hə, bir də belə bir şey var. Onu da mən sizə deyim. Biz deyirik ki, idarə əlaqəsinin göstəricisi hal şəkilçisidir. Amma bu, yəni hər dəfə ödəmir də. Aydındırmı? Hə, illa ki, mən hal şəkilçisini görüm. Hal şəkilçili söz uzlaşma əlaqəsində tərəfi ola bilər. Necə? Məsələn, deyirsən ki, fikir verir. Kitabım səndədir. Kitabım səndədir. Düzdür? Hal şəkilçisi var, var. Nə olsun var? Amma yenə də bu hansı əlaqənin hansı tərəfidir? Uzlaşmanın. Bax, uzlaşmanın göstəricisi bu deyil, ha? Budur. Düzdür? Mən nə öyrəndim? Uzlaşma əlaqəsi alt tərəfində hal şəkilçisi ola bilər. Nə istəyən ola bilər? Yetər ki, xəbərin mübtəda arasındakı uzlaşma qorunsun. Yadınıza qala. Belə. Bu qədər. Ağırlı acılı bir videonun sonuna gəldik. Bəyəndinizsə, bəyənin, paylaşın, bildirin filan. Bu milyonlar tökülsün belə göydən. Hələlik.